İslamda Qurana baxdığımız zaman Quranda açıqlayır hamısını. Məsələn, Nisa surəsinin 34-cü ayəsini gətirir ki, qadınların döyülməsi ilə bağlı. Mən deyirəm ki, qadınların döyülməyi deyil, nə edirəm onda? Oradakı baxıram vadribuhunna sözündəki darba feilini anlam. Quranda harda keçir, hamısını yığıram bir araya. Baxıram ki, heç bir yerdə döymək mənası verilmədiyi halda qadınlarla bağlı yerdə döyülmək mənası verilir. Darb sözünü Quranın hər yerində döymək kimi qəbulləmirlər. Qadınlara gələndə onu döymək kimi. Niyə? Ondan sonra orada baxıram ki, çünki işlərinə gəlib. Baxıram nüşuz yazılır. Baxıram eyni surənin, Nisa surəsində başqa ayəsində bu dəfə də kişilərin nüşuzundan bəhs olunur. Nüşuz nədir? Nüşuz yəni güya qarşı gəlmək, etiraz eləmək, o kişilərə qarşı etiraz eləmək. Baxıram burada da kişilərə gəlirsə, o zaman burada da qadınlar mı kişilər döyməlidirlər? Məntiqsizlik yaranır. Amma ona görə mən indi nə edirəm? Ayələri qoyuram hamısını bir yana. O keçən sözləri yanaşı qoyandan sonra baxıram ki, Allah bu sözün açıqlamasını verir. Məsələn deyirəm ki, təvaf eləmək yoxdur, fırlanmaq. Baxıram ki, təvaf feili kökünü tapmalıyam bunun. Təvaf feili Quran-Kərimdə keçirmi? Baxıram keçir. Burada nədir? Zülmə məruz qalmaqdan bəhs olunur. Bəli, bunlara hamısını uyğunlaşdıranda görürsən ki, bunların hamısının cavabını Allah verib. Ona görə də Yusuf surəsinin 111-ci ayəsində, Hud surəsinin 1-ci ayəsində, Fussilə surəsinin 1-ci və 43-cü ayələrində Qurana Allah özü müfəssəl açıqladığını deyir. Sadəcə mən özümü qınayıram ki, bunun cavabını tapmadığıma görə bunu bilmirəm və bunun cavabını tapmağa çalışıram. Tapandan sonra da asan şəkildə insanlara təqdim edirəm ki, cavabı budur. Qəbul edib eləməmək onundur.